2008-ci il Respublika Mariel, Kilimara qəsəbəsi milisi və təcili yardımı qonşular çağırmışdı. Dəstəyin o tərəfindən gələn səslərdən artıq hər şey bəlli idi. Milis başa düşdü ki, nəsə bədbəxt bir hadisə baş verib. Hadisə Kamarova küçəsində balaca bir evdə baş vermişdi. Cinayət yerinə gələn milislər qorxunc bir mənzərənin şahidi oldular. Gənc oğlanın cəsədi qanın içərisində öz yatağında baltalanmış halda idi. İstintaq üzrə aparılan qeydlərdən qətlə yetirilmiş Vladimir Nikolayev əllərinin biləngdən baltalanması, bununla yanaşı boyun nahiyəsinə vurulan zərbələr və bir neçə zərbə başa vurulmuşdu. Ekspertizanın ilkin rəyinə əsasən cinayət aləti olaraq balta istifadə olunmuşdu. Qəribə səslənsə də bu baltalanan oğlan hələ də sağ idi. Oğlan aldığı zərbələrə görə və qan itkisinə görə huşunu itirmişdi. Detektivlər qonşu otaqlara baxış keçirdikləri zaman oradan yaşlı bir qadını aşkar etdilər. Detektivlər qadının ağlı başında olmadığını müəyyən etdilər. Ruhi xəstə olan bu qadının bədənində çoxsaylı xəsarətlər var idi. Bu yaşlı qadın yerdə olan barmaqları götürüb səliqəli şəkildə stolun üzərinə düzürdü. Milislər artıq anlamışlar, bu qadının ağlı başında deyil.